Salam hörmətli izləyicilərim. Bugün belə bir naxşı istəyirəm göstərim. Bu da yay koftalarına, yay jiletlərinə, yəni beləncik poliver, uşaq üçün, böyük üçün kim kimsəsiz toxuya bilərsiniz. Bunun da toxunması çox asan bir toxunmadır, çox çətin deyil. Cüt ilməklərdən əmələ gələn bir naxışdır. Sapım da yenə 350 metrəlik sapdır, 100 qramlıq. Burada rezinka toxumamışam. Kim istəyir buradan rezinkada toxuya bilər. Mən hər iki üzdən tərs toxumuşam. Bunun üçün sapımı yenə yığıram ilməkləri. 2-2 yığıram ilməkləri. Yenə 20 ilmək yığacam ilmin üstə. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmek yığdım ilmin üstüne. Şimdi bu yüzden yine bütün ilməkləri hamısını tərs toxuyacağım. Burada birinci ilməyi də toxuyuram, birinci sıra olduğuna göre. Kim istəyir rezinka toxuya bilər. Eğer bəyənsəz, abunə olsanız, yenə mənə kömək etmiş olarsınız. Həm də ki videoları izləyə bilərsiniz. Bir sırada arxa üzdən tərs toxuyuram ilməkləri. Birincini götürürəm, toxumuram, qalan ilməkləri hamısını tərs toxuyuram. Bu naxış iki ilmək, iki tərs, iki düzdən əmələ gəldiyinə görə rezinka hissəsini iki tərs, iki düzlə toxuya bilərsiniz. Naxışı düz ilməklərdən qoyuruq. Tərslər ilə tərs toxunur axıra qədər. Naxış da iki tərs, iki düz ilməkdən əmələ gələn bir naxışdır. İndi bura düz üzüdür. Düz üzdən kənarı götürdüm. 2 tərs, 2 düz. 2 tərs, 2 düz.
oldu bir ilmə. Yəqin düz saymamışam. Bir ilmə hissik oldu. Bunu buradan götürürəm kənar ilmək kimi. Bir dənə ilmək. İndi arxa tərəfdən bunu götürürəm kənarı. Qalan ilməkləri, tərsləri tərs, düzləri də düz toxuyuram. Kənarı da tərs toxudum. İndi düz üzdən kənarı götürürəm. Bu iki tərsi toxuyuram. Bu düz ilməklərin birini artırıram. Bu iki düz ilməyin ikisindən bir ilmək çıxardıram. Yenə iki tərsi toxuyuram. Birini artırıram. İki düz ilməyin ikisindən bir ilmək çıxardım. Yenə iki tərsi toxudum. Bir ilmək artırdım. İki düz ilməkdən bir ilmək çıxardım. Tərslərdə heç bir dəyişiklik olmur, ancaq düz ilməklərdə. Yenə iki tərs. Birini artırdım. Bu iki düz ilməyin ikisindən bir ilmək çıxardım. Kənarı da tərs toxudum. İndi arxa tərəfdən yenə tərslər tərs, düzlər də düz. 2 bu tərs, bu 2 düz. Düz üzdən tərs olanlar bu üzdən düzdür, düz ilməkdir. Bu yüzden düz olanlar bu yüzden tərsdir. Arxa üzdən 2 tərs, 2 düz olur axıra qədər. Kenarda ters. Şimdi bura düz üzdü, düz üzdən. İndi buradan kənarı götürdüm. 2 tərsi yenə toxuyuram. İndi burada artırmanı əvvəldə eləmişdim. İndi ikisini kəsirəm, sonra artırma eləyirəm. 2 tərs. Yenə ikisini bir kəsirəm, sonra artırma eləyirəm. Yenə ikisini bir kəsdim, artırma elədim. İkisini kəsdim, sonra artırma elədim. Bunda tərs toxudum. Arxa üzdən yenə tərsləri tərs, düzləri də düz. Kənarı götürürəm. 2 tərs, 2 düz. İki tərs, 2 düz. Düz, kənarı da tərs toxuyuram. İndi burada yenə eyni şeyi təkrar edirik. İndi əvvəldən artırma eləyib, sonra kəsməni eləyirik. Elə bu boşluqlar, bu deşiklər bir sırada bu tərəfə, bir sırada bu tərəfə düşür formada. Əgər bəyəndinizsə, bəyən düyməsini basmağı, abunə olmağı da unutmayın. Gələn videomda görüşənə qədər.